bədəni bir bu kağız kimi tikə-tikə doğrasalar da, yaxud bu alma kimi değişsələr də, sənin sirrini Bir çoxumuzun Elşən kimi tanıdığı Gündüz Abbasov. O, unudulmaz bir sənətkar idi. Elə buna görə də bu zalda az sonra unudulmaz sənətkarın həyat və yaradıcılığından bəhs edən tədbir keçiriləcək. Həkim baba itən gününə mən gizlənirəm. Səni və Kamran babanı axtarıram. Qulaq as. Gündüz Abbasovun anadan olmasının 95 illiyinə həsr olunan tədbir Azərbaycan Dövlət Film Fondunda keçirildi. Bir qədər sonra zal sənətkarın səhnə yoldaşları, kino xadimləri və onu sevən tamaşaçılarla doldu. Azərbaycan kino sənətində özünə məxsus ifa tərzi ilə seçilən Gündüz Abbasov yaddaşlarda yaratdığı unudulmaz obrazlarla yaşayır. Məhz bu obrazlar və sənətkarın insani keyfiyyətləri bu gün onu sevənləri bir araya gətirdi. Elşən qorxaq deyil gizlənə. Mənəm Elşən. Afərin igid oğlum. Gedək. Az qalmışdı əlimi sındırsın. Gündüz müəllim müxtəlif teatr ştamplarından, pafosdan uzaq aktyordur. O çox təbii aktyordur, real aktyordur və zəngin daxili aləmə malik bir aktyordur. Bilirsiniz, Gündüz müəllim çox gözəl, əvvəla jurnalist idi. O jurnalistika fakültəsini bitirmişdi. Bir çox qəzetlərdə, jurnallarda redaktor kimi, radioda işləmişdi. Onun gözəl qələmi vardı, 3 kitabı çıxmışdı. Eyni zamanda Gündüz müəllim gözəl idmançı idi. Azərbaycanın yığma voleybol komandasının üzvü idi və SSR çempionatlarında iştirak eləmişdi. Tədbirdə çıxış edənlər Gündüz Abbasovun Azərbaycan mədəniyyətində çoxşaxəli fəaliyyət göstərmiş sənətkar kimi rolundan danışdılar. Qeyd olundu ki, o təkcə kino aktyoru kimi deyil, həm də yazıcı, jurnalist və rəssam kimi fəaliyyət göstərib. Tədbirdə iştirak edən ailə üzvlərinin çıxışları bizə onu deməyə imkan verir ki, Gündüz Abbasov yalnız sənətdə deyil, ailə həyatında da nümunəvi bir insan olduğunu göstərdi. Həmişə mənə deyirdi ki, sənə dost olaq. Yəni ki, çox belə, yenə deyirəm, mənim marağımda çalışırdı ki, güclə mənə heç nə elə bildi. Yəni, çalışırdı ki, mənim marağımda olan bir şeylərə dəstək olurdu. Özəl bir dost kimi, bir həmyaşıd kimi. Uşaqdan uşaq idi, böyükdən böyük idi. Mən gəlirdim, otururdum yanında, böyük bir kitabları qoyurdu qabağına, tərcümə edirdi. Yəni ki, Rus dilindən Azərbaycan dilinə tərcümə edirdi, böyük bir yazıçıların əsərlərini. Gündüz Abbasov tələbəlik illərindən ədəbi yaradıcılıqla məşğul olub. Hekayələr yazıb, tərcümələr edib. Onun Papasının qızı, Canlı körpü və Qanadlar adlı kitabları nəşr olunub. Sənətkarın yüzlərlə hekayəsi, felyetonu, məqalə və oçerki dövrü mətbuatda dərc edilib. O həmçinin bir müddət Azərbaycan Radiosunun Gənclər şöbəsinin müdiri, Uşaq Gənc Nəşr, Azər Nəşr və Ədəbiyyat və İncəsənət qəzetində şöbə müdiri kimi fəaliyyət göstərib. Gecədir, axşamdır, mənim dişim bərk ağrıyırdı. Mən gördüm ki, yata bilmirəm. 1-2 nəfərə xəbər elədim qrupaya. Hamı düşdü əl-ayağa, dərman zad tapdılar, analgin filan verdilər. Xeyr eləmədi, səhər də çəkilişimizdir. Bir də gördüm, qapım döyülür, Gündüz müəllim. Açdım, dedim, Gündüz müəllim, xeyr ola. Deyir, sən aləmi qatmısan bir-birini. Bir dənə dişin ağrıyır. İstəyirsən çəkim onu. Dedim, yox, ala bunu. Bir gördüm, balaca nəlbəkidə sarı rəngdə pastaya oxşayan bir şey. Dedi, bunu çək dişi və xırıb kəsəcək. Onun dediyi kimi oldu. Tədbir boyu sənətkarın həmkarları, ailə üzvləri və onu sevənlər Gündüz Abbasovla bağlı xatirələrini bölüşdülər. Bir qalanın sirri filmində canlandırdığı Elşən obrazı ilə o, minlərlə qəlbi fəth edib. Bugün isə həmin obrazın müəllifi sevgi, ehtiram və göz yaşları ilə anılır.